Salam əziz izləyicilər, hər birinizi Üçbucaq layihəsinin növbəti verilişində xoş gördük. İndi təsəvvür edin, bu ailədən atanı ayır, ananı ayır. O uşağı o sevgini, o məhəbbəti kim ötürəcək? Kişi və xanım hər ikisi bir yerdə olarsa, ümumiyyətlə ailə kamilləşir. Belə deyir ki, bunlardan biri əsasdır, digəri isə onun budağıdır. İnsanlara belə deyək də, nümunə kimi göstərilən qərb mədəniyyəti özü böhranla Bəli. Əgər ailə dağınıq halda olarsa, cəmiyyət də dağınıq halda olacaq. Sanki gələcəyimizi dağıdırıq. Hər bir uşaq ailəsinin güzgüsüdür. Bəzi görürsən ki, ailədə xanım kişi özünü düzəldə bilmirlər, övladdan intizarları çoxdur. Serialda gördüyüm hara, bu hara, o ailə həyatıdırsa bu nədir? Həmin ağatlı oğlan budur. Halbuki o ağatlı oğlan onu 50 yerə çəkə bilər. Bizim elə bu televiziyalarda verilən verilişlər kimi də bunlar da seriallardan geridə qalmırlar ki. Bunlar da elə ailə əxlaqını pozurlar da. Niyə bizim məsələn ailə dəyərlərimizi qüvvətləndirən, milli, dini prinsiplərimizə uyğun olan seriallar təqdim olunmur? Filmdə ustalıq budur. Sən hissləri təhrik eləmədən, mənfi təhrik eləmədən, şəhvət, qarşı tərəfin şəhvətini oyatmadan sevgini ötürə bilərsən. Hicranı ötürə bilərsən. İnsan hansı şəxsi özünə nümunə götürərsə, onun kimi yaşayacaq. Bəli. Bu başqa mühitdə böyüyüb, sən başqa mühitdə böyümüsən. Bu bunu eləmək istəmir. Sən buna niyə zor tətbiq eləyirsən? Əgər ailədə xoşbəxt deyilsənsə, sənin mənfəətivi ailə ödəmirsə, ayrıl, get özünə xoşbəxtçilik tap. Yüzdə görsənin azadlığın pərdə arxası qul və köləlikdir. Və bəzi qadınlar ərlərinin səliqəsizliyindən dolayı iffətə riayət eləmir. İstər xanım, istər kişi öz həyat yoldaşının zövqünü nəzərə almalıdır. Həyatımızda sadə həyat tərzi tətbiq eləyə bilsək, çox problemlərimiz həll ola bilər. Milli mentalitetə uyğun və dinimizə uyğun şəkildə bu gənclər yönləndirilməlidir. Əxlaqi problemləri var. Danışıqların bilmirlər. Bunlar nə cəmiyyətə məsləhət verəcək? Dövlət büdcəsi lazımi yerlərə sərf olunmalıdır. Nəinki məsələn məmurların cibləri.